Salam, bugün tənəffüs sistemi qanclar mübadiləsi DİM 2023 birinci hissə topludan testlərə baxacağıq. Birinci sualla başlayaq. Aşağıda göstərilənlərdən hansı düzgündür? Biz demişik ki, ağciyərlərin həyat tutumunu biz spirometrlə ölçürük. R hərfi spirometr, spidometr isə maşında olur. Spirometrlə ağciyərlərin həyat tutumu ölçülür. Yəni burada olur bir də D variantı. Aha. 2-yə baxırıq. Tənəffüs hərəkətlərinin dəyişməsini və tezləşməsinin səbəbi hansı variantda düzgün qeyd edilib? Əgər qanda karbon qazının miqdarı artırsa, tənəffüs hərəkətləri də dərinləşir və tezləşir. Karbon qazının artması variantı harda verilib? B variantında. 2-yə yazırıq B variantı. 3-ə baxaq. İnsan bədənində üzəri plevra qişəsi ilə örtülmüşdür. İnsan bədənində ağciyərlərin üzəri plevra qişəsi ilə örtülmüşdür. Plevra qişəsi ağciyərlərdə olur. 3-də olduğu Y variantı. 4-ə baxaq. İnsanda venoz qanın arterial qana keçməsi harda baş verir? Biz demişdik ki, insanın ürəyindən ağciyər kötüyü, damarı çıxır, ağciyər arteriyalarına ayrılır və içərisində necə olur? Venoz qan olur. Həmin venoz qan ağciyər arteriyalar vasitəsilə daxil olur hara? İnsanın ağciyərinə və orada təmizlənir. Deməli, burada olacaq 4-də olacaq B variantı. Aha. İnsanın tənəffüs sistemində cüt orqanlar hansıdır? İnsanın tənəffüs sistemində baxaq bura ağciyərlər, bəri sayı 2 ədəddir, səs telləri, bronxlar, aha 1, 2, 3. Zaten burada hər birində 1, 2 və 3-də cəm şəkilsindən istifadə olunub. Ağciyərlər, səs telləri və bronxlar 1, 2, 3 olacaq A variantı. 6-ya baxaq. İnsanda səs yarığı bərabər tərəfli üç buzağa bənzər şəkildə olur. Biz demişik ki, səs yarığı danışanda daralır. D hərfini kodlayın. Danışanda daralır. Aha. Deməli necə olacaq? Susanda isə genələcək. Danışanda daralırsa, susanda genələr, pıçıldayanda isə yarımaçıq vəziyyətdə olacaq. Bərabər tərəfli üç bucaqda isə ağız tam açıq olduğuna görə, yəni sustuqda, sustuqda necə olacaq? Bərabər tərəfli üç bucağa bənzəyəcək, yəni olacaq C variantı. Daha sonra qırtlağı bronxlarla birləşdirən orqan necə adlanır? Bizdə tənəffüs orqanları necədir? Burun boşluğu, burun udla, qırtlaq, daha sonra gəlir traxeya. Traxeya, yəni nəfəs borusu. 7-də D variantı. 8-ə baxaq. Sıraların hansında insanın tənəffüs sisteminə daxil orqanlar düzgün və ardıcıl göstərilmişdir? İnsanın tənəffüs sistemi orqanları burun boşluğu, burun udlaq, qırtlaq, traxeya, bronxlar, ağciyərlər və bronxiyollardır. 8-də olur B variantı. 9-a baxaq. Nəfəs borusu üçün doğru deyil. Nəfəs borusu deyir. Nəfəs borusu traxeyadır. Nə deyir? Doğru deyil. Yazıb ki, D variantında qapalı qığırdaq halqalardan ibarətdir. Yanlışdır. Çünki nəfəs borusu qığırdaq yarım halqalardan təşkil olunmuşdur. Qapalı qığırdaq deyil, yarım halqalardan. Qığırdaq yarım halqadan ibarət olur. 9-da olacaq D variantı. 10-cu suala baxaq. Qan aşağıda göstərilənlərdən hansından keçdikdə öz tərkibində olan oksigenin maksimum miqdarını itirir? Məsələn, əl venasının birindən, ətraf əzələlərindən götürək məsələn. Daha doğrusu hər hansı yığılan bir əzələ kapilyalarından yığılan bir əzələ. Burada artıq nə olacaq? Oksigenin miqdarı maksimum dərəcə azalacaq və karbon qazı isə miqdarı artacaq. Onda olacaq Y variantı. 11-ci suala baxaq. Nəfəs alma nə zaman baş verə bilər? Biz demişik ki, nəfəs aldığımız havada təzyiq atmosfer təzyiqindən aşağı düşür. Yəni, ağciyərlərdə havanın təzyiq atmosfer təzyiqindən az olanda D variantı. 12-ci suala baxaq. İnsanın tənəffüs sisteminin bir hissəsini təşkil edən hava aparıcı yolların düzgün və ardıcıl göstərdiyi sıra hansı sırada düzgün göstərilib? Hava aparıcı yollar ağciyərlərə qədər olan hissə. Sayaq onda burun boşluğu, burun udlaq, qırtlaq, nəfəs borusu və bronxlar. 12-də olacaq C variantı. 13-cü suala baxaq. İnsanda sakit nəfəs alma prosesi zamanı nə baş verir? İnsan nəfəs alanda hansı proses baş verir? Deməli, qabırğa arası əzələlər yığılır, diafraqm əzələləri yığılır və hava dolduğuna görə ağciyərlərin həcmi artır və döş boşluğunda həcmi genişlənir. Onda 13-cü sualda nə olacaq? B variantı uyğun gəlir. Qabırğa və əzələlər yığılır. Döş boşluğunda ağciyərlərin həcmi genişlənir. 14-cü suala baxaq. İnsanda ağciyər qovulcuqlarının divarı hansı toxumadan əmələ gəlmişdir? Ağciyər qovulcuqlarının divarı bir qatlı epiteldən əmələ gəlmişdir. Keçək 15-ci suala baxaq.
15-ci sualda nə deyir? 15-ci sualda deyir ki, insanda ağciyər plevrası hansı toxumadan əmələ gəlib? Əgər plevra deyirsə bizə plevra birləşdirici toxumadan əmələ gəlib. Amma ağciyər qovluqlarında isə bir qatlı epitelidir. Alveolar bir qatlı epiteli, ağciyər plevrası isə birləşdirici toxumadan əmələ gəlib. 16. Hansı nəfəs borusu üçün doğru deyil? 16 deyil, A variantının özüdür. Çünki nəfəs borusu döş boşluğunda yerləşir. Amma variantda deyir ki, döş boşluğunda yerləşmir. Bu yanlış variantdır. İnsanın qanında karbon qazı miqdarının çoxalması hansının fəaliyyətinin artmasına səbəb ola bilər? Karbon qazı artdıqca insanda tənəffüs dərinləşir və tezləşir. Yəni tənəffüsü artırır karbon qazının artması. Ona görə də tənəffüsə aid olan əzələlər hansıdır burada? Diafraqm əzələləri. Diafraqm əzələləri daha çox yığılacaq. 18. Əgər xəsarət almış insanın plevra boşluğuna çoxlu hava dolubsa, onda ilk növbədə hansı fizioloji pozğunluq baş verə bilər? Biz demişdik ki, plevra boşluğunda hava olmur. Əgər hava varsa, bu insan boğulacaq. D variantı. 19. Əgər xəsarət almış insanın plevra boşluğunun hermetikliyi pozularsa, o bilavasitə hansı səbəbdən ölə bilər? Hava çatışmazlığından ölər. Boğular. Y variantı. 20'ye baxaq. Bunlardan hansı oksigenin insan orqanizmində hərəkət istiqamətini düzgün əks etdirmir? Oksigen necə hərəkət edir insan orqanizmində? Qan, daha sonra qandan hara keçir? Toxuma mayesinə, toxuma mayesi oradan da hüceyrəyə keçir. Bu sıra görək harda pozulub 20-də. Baxaq, 20-də D variantına baxın. Toxuma mayesi qan, səhvdir. Çünki qandan toxuma mayesinə keçməlidir. Oradan da hüceyrəyə keçməlidir. Amma burada toxuma mayesi qan yazılıb. 20-də dedi yanlış olan. Bunlardan hansı karbon qazı insan orqanizmində hərəkət istiqamətini düzgün əks etdirmir? Gəlin karbon qazının necə keçdiyinə baxaq. Karbon qazı hüceyrədən keçir toxuma mayesinə, oradan da keçir qana. Bu karbon qazıdır. Karbon qazı. Burada baxaq harda verilib o. 21'də yanlışlıq A variantındadır. Çünki toxuma mayesini hüceyrəyə keçmir. Hüceyrədən toxuma mayesini keçir. 21'də olduğu A variantı. 22'ye baxaq. Hansı qrafik insanda ağciyərlərdə qazlar mübadiləsini alveolarda atmosfer arasında tərkibin dəyişməsini düzgün əks etdirir? Biz demişik ki, insan nəfəs alanda azotun miqdarı 78,3'dür. Nəfəsi verəndə isə neçə olur? 78,7. Yəni artır. Deməli azot artmalıdır. Azotun artdığı varianta baxaq. Sonra insan nəfəs verəndə artıq rütubət artır. Rütubət artıqsa su da artır. 21'də olacaq D variantı. 21'də olacaq D variantı. İnsanın sağ ağciyəri neçə paydan ibarətdir? İnsanda sağ ağciyər 3 paydan ibarətdir. B variantı. Diğer sual. 24-cü sual. Səs tellərinin vəziyyəti. Biz dedik ki, səs yarığı danışdıqda daralır. D, belə kodlayın. Danışdıqda daralır. Burada daralan hansı variantdadır? 3'də B aiddir. 3'ə B aiddir. Pıçıldıqda yarım açıq vəziyyətdə olacaq. 1'ə aiddir C. Susduqda da yenilənəcək. 2'yə də aid olacaq A variantı. Deməli 24'də uyğun gəlir Y variantı. 24'də aid gəldi Y variantı. 25. Ağciyər qovulcuqlarında qazlar mübadiləsi zamanı aşağıdakılardan hansı baş verməz? Ağciyər qovulcuqlarında qazlar mübadiləsi zamanı karbon qazının miqdarı azalar. Qovulcuqlarda qazlar mübadiləsi gedəndə amma oksigen artar. A variantında yanlış verilib. Deyir ki, karbon qazının miqdarı artar. Bu səhvdir. Çünki ağciyər qovluqlarında nə olur? Qan venoz qanda təmizlənir, arterial qana çevrilir. Ona görə də əgər arterial qana çevrilirsə, tərkibində oksigen artacaq, karbon isə azalacaq. 25'də oldu A variantı. Gəldik məsələlərə. İnsan tənəffüs zamanı 6000 kub santimetr hava udubsa, bu zaman onun toxumaları tərəfindən nə qədər oksigen istifadə edilib? İnsan sakit halda 500 kub santimetr hava qəbul edir. 500-100%'dir. Və biz demişik ki, insan nəfəs alanda 21% oksigen qəbul edir. Nəfəs verəndə isə 16%. 21'də 16'ın çıxırıq. Bəs o 5% nə olur? İnsanın kapilyarına, yəni qanına keçir. Deməli 500-100% isə 5% isə X-dir. Buradan tapırıq X bərabərdir. Bir yazaq. X bərabərdir 25 kub santimetr. Bu 25 kub santimetri 500. 500'də deməli 25'dirsə. 500 sakit al nəfəs alanda. Bəs 6000 hava qəbul etsə neçə olar? X olar.
500-də 25-dirsə, 6000-də isə x-dir. Buradan da tənasübdən x-i tapırsınız. 26 eləyəcək. D variantı cavab eləyəcək 300. Aha, 27-ci suala baxaq. Bu da elədir. Burada görə nə deyir? İnsan udduğu havanın miqdarı 3000 kub santimetr olmuşsa, bu zaman onun udduğu və buraxdığı havanın tərkibində neçə kub santimetr oksigen olar? Diqqətlə baxaq. Deməli 500 sakit halda nəfəs alanda bu 100%-dir. 500-ümüz 100-dürsə, neçə faiz oksigen qəbul edirik? 21% oksigen biz qəbul edirik. 21% olacaq. X-i tapsaq buradan eləyəcək 105. Deməli 500-də 105-dirsə, 500 sakit halda nəfəs alanda 105 daxil olursa, bəs 3000 kub santimetr hava qəbul etsək neçə olar? X. Buradan da x-i tapırıq. X eləyəcək burada 630. Daha sonra digərinə baxaq. Bu dəfə nəfəs verdiyi havanı soruşur. Aha, 500 sakit halda nəfəs verəndə 100%-dir. Aha, 500-də neçə faiz oksigen verirdik? 16%. Sakit halda nəfəs verəndə 16% oksigen veririk. Buradan tənasübdən tapacağıq ki 80. Yaxşı, 500-də 80-dirsə, 80 kub santimetrdirsə, bəs insanın udduğu havanın miqdarı 6000 olanda neçə olacaq? Olacaq x kub santimetr. Buradan da tənasübü tapacaqsınız. Eləyəcək cavab 480. Yəni 27-də olacaq C variantı. 28-ə baxaq. İnsan tənəffüs zamanı 3000 kub santimetr hava udubsa, bu zaman onun ağciyər kapilyarlarına neçə kub santimetr oksigen keçib? 500-də yenə eyni tip məsələdir. Əgər 500 kub santimetr sakit halda hava qəbul edirdi, 100% idi. 500 100% idi. Sakit halda 500 kub santimetr hava qəbul edirik, bu 100%dir. Və 5%-i keçirdi bizim qanımıza. 500 100-dürsə 5x%-dir. Bu da eləyəcək x bərabərdir 25 kub santimetr. Aha, deməli 500 kub santimetr hava qəbul edəndə 25 kub santimetr bizim qanımıza keçirsə, kapilyarlarımıza keçirsə, bəs 3000 kub santimetr hava qəbul edəndə nə qədəri keçər? Buradan da tənasübdən x-i tapmaq üçün 3000-i vuracaqsınız 25-ə, böləcəksiniz 500-ə. Cavab da eləyəcək D variantı 150. Aha, 29-a baxaq indi. İnsanda nəfəs alma zamanı udduğu havanın temperaturu 20 dərəcədir, rütubətliliyi 10%-dir. Bu göstərici nəfəs verəndə necə olacaq? Nəfəs verəndə həm temperaturu artır. Çünki havanı isidib nəmləndiririk biz. Məsələn, burunda olan kirpikçiklər var. Onlarda hava nə edir? Tozdan, mikrobdan təmizləyir, nəmləndirir, isidirik. Həm rütubətliliyi artacaq, həm də temperaturu artacaq havanın. Ona görə cavab olacaq 29-da A variantı. 30-a baxaq indi. İnsanda normal halda ağciyərlərin həcmini, döş boşluğunun həcmindən asılılığı hansı qrafikdədir? Biz demişdik ki, nəfəs alırıqsa, tutalım nə olur? Ağciyərlərimiz havada olur, ağciyərlərin həcmi artır və döş boşluğunun da həcmi artır. Nəfəs verəndə isə hər ikisi azalırdı. Həm döş boşluğunun həcmi kiçilir, həm də ağciyərlərin deməli həcmi kiçilir. Deməli bir-birindən düz mütənasibdir. 30-da olacaq C variantı. Aha, daha sonra 31-ci sualda. Sakit halda tənəffüs zamanı toxumalar tərəfindən 4,75 litr oksigen mənimsənilmişdir. Bu müddətdə insan neçə tənəffüs hərəkəti edib? Aha, insan bir tənəffüs hərəkəti edəndə bir tənəffüs hərəkəti edən zaman, bir tənəffüs hərəkətində, bir TH, bir tənəffüs hərəkəti edəndə 25 kub santimetr toxumalar tərəfindən oksigen mənimsənilir. 25 hardan gətirdik? 500 sakit halda nəfəs alanda 100% idi. 500 100% idi. Aha. Və 500 sakit halda nəfəs alanda bizdə qanımıza 5% oksigen keçirdi. 500 100-dürsə 5% x-dir. Buradan 25-i tapırdıq. Deməli bir tənəffüs hərəkətində 25-dirsə, bəs x tənəffüs hərəkətində olacaq 96 kub santimetr. Daha doğrusu 96 değil burada. 4,175 litre olacaq. Buradan da litri kub santimetre çevirip tapanda 4,175'i litri santimetre çevirəndə vuracaqsınız 1000'ə. 4,175'i vuracaqsınız 1000'ə. Böləcəksiniz. 4,175 vurulsun 1000
bölünsün 25 kub santimetr. Buradan da tapacaqsınız ki x bərabərdir 190. Aha. 32-ci suala baxaq. İnsan udduğu havanın miqdarı 6000 kub santimetr olmuşsa, bu zaman onun udduğu və buraxdığı havanın tərkibində nə qədər oksigen olacaq? Aha. 32-ci suala əsasən, deməli, buradan tapmaq üçün bir dəqiqə. 32-də nədir? İnsan udduğu havanın miqdarı 6000 kub santimetr olmuşsa, bu zaman udduğu və buraxdığı havanın tərkibində nə qədər oksigen var? Deməli, 500 kub santimetrdə 100% idi 500 sakit aldı nəfəs alanda. Və onun 21%-i qəbul edirdik biz. Nəfəs alanda 21% daxil olurdu. X də bərabər idi buradan 105 kub santimetrə. Deməli, 500 sakit aldı nəfəs alanda 105 kub santimetr hava qəbul ediriksə, bəs 6000 də neçə olacaq? Buradan tapacaqsınız x. Aha. O da eləyəcək 1260. X də bərabərdir 1260. Aha. Bir də nəfəs verdiyi havanı deyir. Deməli 500 100% idisə, nəfəs verəndə neçə faiz oksigen xaric edirik? 16. O da x. X də bərabərdir 80. Əgər 500-də 80 kub santimetrdirsə, bəs 6000 də nə qədər olacaq? O da eləyəcək x kub santimetr. X də bərabər olacaq 960. Yəni 32-də olacaq A variantı. Aha. Keçək indi 33-ə baxaq. 33-də bizə nə deyir? Əgər normal şəraitdə insan tərəfindən maksimum 3200 kub santimetr karbon qazı xaric olunmuşdursa və ürək diskli 1 saniyə çəkibsə, bu zaman onun nəfs vurğularının sayı neçə olar? Aha. Oksigen xaric olmuşdursa, deməli 500 sakit aldı nəfəs alanda 100%-dir bu. Karbon nə qədər xaric olurdu? 4%. 500 100% ise 4% x də bərabərdir 20 kub santimetr. Deməli, nəfəs verəndə 20 kub santimetr hava xaric edirik nəfəs verəndə. 1 dəqiqə üçün tabanda insan 1 dəqiqədə 16 tənəffüs hərəkəti edir. 16-nı vururuq 20-yə, eləyəcək 320. 1 dəqiqədə 320 kub santimetrdir. Bəs 3200 kub santimetr neçə olar? 1 dəqiqədə 320 isə 3200 x dəqiqədir. O da eləyir 10 dəqiqə. 10 dəqiqə. Aha, kiçik t bərabərdir böyük t bölünsün n düsturuna əsasən də buradan n-i tapanda vurğunu bizdən istəyir. Böyük t-ni bölürük kiçik t-yə. Böyük t 10 dəqiqə tapmışıq. Dəqiqəni saniyə çevirəndə 600. Disklidə bizə 1 saniyə deyir. 600-ü də bölürük 1-ə, o da eləyəcək 600. A variantı 33-də olur. A variantı. 34-də baxaq indi. 34'də nə deyir bizə? Nisbi sakitlik halında insan 96 tənəffüs hərəkəti etmişdir. Bu müddətdə akciğer kapilyarlarına neçə litr oksigen daxil olur və atmosferə neçə litr karbon qazı buraxılır? Deməli, bir tənəffüs hərəkəti 500 kub santimetr hava qəbul edirik. Bir tənəffüs hərəkətində 500. 96 tənəffüs hərəkətində nə qədər qəbul edərik? X. 96-da burada 500-ü vuracaq tənəssüb tapanda eləyəcək 48000 kub santimetr. 48000 100%-dirsə, bəs 5%, yəni akciğer kapilyarlarına keçəni soruşur. 5% keçir axı kapilyarlara. Neçə olacaq? 4800 x-dirsə, x%-dirsə, buradan tənasüb tapmaq üçün 5-i vuracağıq 48000-ə. Böləcəyik 100-ə. Eləyəcək 2400 kub santimetr. Burada kub santimetri litrə çevirmək üçün 2400-ü böləcəyik 1000-ə. O da eləyəcək 2,4 litr oksigen. Buradan karbon qazını tapanda 48000 100%-dirsə, xaric olunan karbon qazının miqdarı nə qədər olur? 4%. 4%-də x-də tapacağıq neçə eləyəcək? 1920. 1920 tənasübə əsasən 1920 kub santimetr. Biz bunu litrə çevirmək üçün böləcəyik 1000-ə, eləyəcək 1,92 litr. 34-də cavab olacaq Y variantı. 34-də cavab olacaq Y variantı. Növbəti. Daha sonra 35-ci sualda orta yaşlı sağlam insanda ağciyərlərin həyat tutumunu hansı ifadə ilə təyin olunur? N əlavə havadır.
Əlavə hava miqdarı nə qədər olur? 1500. Yəni n burada 1500-dürsə, 3500-ə tamamlamalıyıq. Ağciyər həyat tutumu 3500-dür. Aha, 1500 üzərinə. Deməli 1500. Aha, burada Y variantı olacaq. Nəyə görə? Çünki 1500 n 1500-dür. N-i 2-yə vursaq eləyəcək 3000, üzərinə də gələcək 500, eləyəcək 3500. Ağciyərin həyat tutumu toplam 3500-ə bərabər olmalıdır. Orta yaşlı sağlam insan ağciyərin orta həyat tutumu hansı ifadə müəyyən olunur? N ehtiyat havadır. Ehtiyat havada 1500 kub santimetr olur. N 1500-dür. Aha, buna əsasən deməli n 1500-isə 1500-ü vursaq 2-yə, üzərinə də 500 gəlsək eləyəcək 3536. A, 37-yə baxaq. Orta yaş sağlam C variantı eləyəcək. N dəyişən havadırsa n plus 3000 eləyəcək toplam 3500. 38-ci suala baxaq. İnsan sakit halda tənəffüs zamanı 5 dəqiqə müddətində atmosferə neçə millilitr karbon qazı xaric edər? Aha, deməli bunu tapmaq üçün sakit halda tənəffüs zamanı 5 dəqiqə müddətində. Deməli 500 100%-dirsə xaric olunan soruşur. 500-100% sakit halda nəfəs alanda karbon qazı 4% xaric olur. Buradan x-i tapırıq 20 kub santimetr. Aha, 1 dəqiqəsini tapmaq istəyəndə 16-nı vururuq 20-yə. Neçə eləyir? 320. 320. 1 dəqiqədədir bu. Bəs 5 dəqiqədə neçə olar? 5-i vurursaq 320-yə, oradan tapacağıq ki 1600. Daha sonra 39. Tənəffüs prosesində oksigenin keçdiyi struktur və mühitlərin düzgün ardıcıllığını müəyyən edin. 39-da. Aha, ilk olaraq tənəffüsə əgər nəfəs alırıqsa, bu zaman ilk olaraq ağciyər boşluğuna daxil olmalıdır. Alveol boşluğu, daha sonra alveolların divarına daxil olmalıdır. 3, 4. Sonra kiçik qan dövranı kapilyalarına daxil olmalıdır. Kiçik qan dövranına qoşulur. Daha sonra deməli 3, 4, 5. Daha sonra qana qoşulur. Qandan da nəyə qoşulacaq? Böyük qan dövranına, böyük qan dövranından da hüceyrə arası maye 3, 4, 5, 1, 6, 2. Daha sonra 40. İnsanın nəfəs vermə zamanı havanın tənəffüs sisteminə keçmə ardıcıllığını müəyyən edin. Nəfəs vermə zamanı, nəfəs vermədə isə ağciyər alveolları, daha sonra bronxlar, traxeya, qırtlaq və burun boşluğu. 41. Sağlam insanda ağciyərlər üçün verilənlərin artma sırası düzün. Dəyişən hava bilirik ki 500-dür. 1, 500-dür. Aha. 2-də nədir? Ehtiyat hava. Ehtiyat hava isə olur 1500. 3-də isə qalıq hava deyir. Qalıq hava isə 1000-dir. Deməli, bu artma sırası ilə deyirsə 1, 3, 2. Deməli, artma sırası ilə deyirsə 1, 3 və 2. Bugünkü izahımız bura qədər. Videoya şərh yazmağı unutmayın. Kanalıma dəstək olmağı unutmayın. Sağ olun.